fikrimdir. Mənə elə gəlir bəzi orqanların hərəsinin özünün öz xəssiyyəti var və o xəssiyyətə uyğun davranmalısan. Məsələn, göz orqanizmdə ən birinci hər şeyi görüb, diktə edib bizə olanları verən orqandırsa da belə, yenə də müalicəyə daha tez tabe olur. Bəli. Amma bronxlar və ağciyərlər müalicəyə çox gec tabe olur. Bilirsiniz. Ürək isə, indi Rəfail bəyin sualına gələk ki, ürək isə çox gec təslim olur. Yəni o qədər dözümlüdür ki, hətta bildiyim qədərilə ürəkdə onkoloji xəstəliklər olurmu? Bəli, xərsəng olmur, bəli. Olmur. Olmur qətiyyən. Bax, bu da mən şəxsi fikirlərimə, təcrübəmə, yəni baş verənlərə əsasən fikirləşirəm ki, heç vaxt ürəkdə onkoloji xəstəlik olmur. Olmur, bəli. Bunun həm də bir mənalı və çox mənalı şəkildə bizə bir mesajdır. Ürəklə yaşayırıq biz. Biz insana bir vəhdət kimi baxmalıyıq. Məsələn, indi müasir tibbdə insan bölünüb. Ürək məsələn bölməsi kardiologiyadır, göz bölməsi oftalmologiyadır. Yəni bu olduqlar çoxdur. Mən bunun çox da tərəfdarı deyiləm. Çünki orqanizm bölünür hissələrə. Amma biz ona elə yanaşmırıq. Biz ona vəhdət formada yanaşırıq. Bizim yanaşmamız, yəni bir fitoterapevt olaraq bizim yanaşmamız. Amma ürəyin həqiqətən də ürək fərqli bir orqandır. Niyə? Ürəyin özünün sinir kələfləri var. 3 ədəd sinir kələfi var. Biz ona deyirik aşofta var, kisflak və hiss dəstəsi. Məsələn, biz deyirik ürəyimiz nəsə istəyir. Hardasa o şeydə həqiqət var. Çünki ürəyimizdə bizim başqa orqanlarımızla müqayisədə bir müstəqillik var. Düzdür, istəyən beynimizdir. Amma başqa orqanlarla müqayisədə ürəyin bir müstəqilliyi var. Yəni, beynimizin belə deyərdim ki, birinci müavini ürəkdir. Ona görə də haradasa, məsələn, deyirik, qanımız qaradır. Qanımız qara olmağı, yəni əsəblərimizin gərgin olması deməkdir və əsəblərimizin gərginliyində birbaşa təsir etdiyi orqan birinci növbədə ürəkdir. Çünki həmin o düyünlər ki var, sinir kələfləri. Bax, ora təsir göstərir və bəlli bir vaxtdan sonra ürəkdə aritmiyalar, ritim pozunluğu kimi özünü göstərə bilir. Məsələn, biz əsəbi müalicə edib qutarandan sonra görürük ki, o ritim pozunluqları yavaş-yavaş qaydasına düşür. Başqa orqanlara da düz təsir göstərsə də birinci növbədə ürəyə daha tez göstərir.